Salamlar, vaxtınız xeyir. Bu gün sizlərə yeni topludan elastik qüvvəsi, sürtünmə qüvvəsi bölməsindən elastik qüvvəsinin mövzusuna suallarına baxacağıq. Birinci sualda yazılıb ki, sərtliyi 200 kilonewton bölü metr olan çubuğun uclarına 6 kilonewton qüvvə tətbiq edilmişdir. Çubuğun mütləq uzanmasını hesablayın. Baxın, sərtliyi verilənləri yazaq. K bərabərdir. Deməli, 200 kilonewton bölünsün metrdir. Biz bunu Newtona çevirəndə minə bölürük də. 200 ilə minə böləndə 0,6 Newton bölü metr olur. Sonra uclarına 6 kilo Newton. 6 kilo Newtonu da biz çevirək Newtona. Uclarına 6 F bərabərdir 6 kilo Newton. O da eləyir minə böləndə 0,1000-də 6 Newton. Sonra mütləq uzanmanı istəyir. Yəni x istəyir. Biz də F bərabərdir kx düsturundan bilirik ki, x'i buradan tapsaq, x bərabərdir f bölünsün k-dır. F-in yerinə 0,6 yazırıq. Daha doğrusu 1000-də 6 yazırıq. K-nın da qiyməti 0,2-dir. İndi bunu çevirmək üçün mən bunu 1000-ə vurmalıyam. Bu olmalıdır 6. Bunu da 1000-ə vuranda 0,2-ni də 1000-ə vuranda eləyir 200. 6-nı da 200-ə böləndə 0,03. Yəni 0,3 metr olur. Bizdən cavablarını görsə santimetrlə istəyir. 100-ə vur. Olsun 3 santimetr. Cavab oldu B bəndə. Sonra ikinci sualda yazılıb ki, Newton bölünsün metr ifadəsi hansı fiziki kəmiyyətin vahidinə uyğundur? Biz F bərabərdir. Kx düsturunu yazsaq, buradan K-nı tapsaq, K nəyə bərabərdir? F bölünsün X. F-in vahidi Newton, yəni qüvvənin vahidi Newtondur, uzanmanın da vahidi metrdir. Newton bölü metr, yəni sərtliyin vahididir. Sonra üçüncü sual. Dinamometrin iş prinsipi hansı qanuna əsaslanır? Hooke qanununa əsaslanır. Bu qaydadır. Sonra dördüncü sualda. Yayların uclarına tətbiq olunan qüvvəni 2 dəfə azaltdıqda onun mütləq uzanması, deməli, uzanması necə dəyişir? Baxaq, deməli, F bərabərdir kx-dan uzanmanı istəyir. Baxın, bu düstura əsasən yazaq. X-i buradan tapaq. X bərabərdir F bölünsün K. Əgər qüvvəni 2 dəfə azaltdım, qüvvə 2 dəfə azalırsa, uzanma da 2 dəfə azalar cəbəndə. Beşinci sualda isə qüvvəni 1,5 dəfə azaldıb sərtlik istəyir. Ümumiyyətlə, K F-dən, X-dən asılı deyil, dəyişmir. Sonra 6-cı sualda çubuğun mütləq uzanmasını 2 dəfə azaltdıqda elastik qüvvəsinin modulu. F bərabərdir kx-a görə uzanma 2 dəfə azalırsa, qüvvə də 2 dəfə azalacaq. Cavab A bəndə 6-da. 7-ci sualda uclarının tətbiq olunan 80 Newton qüvvənin təsiri ilə elastik yay 2 sm uzanır. Yayın sərtliyini tapın. Verilənləri yazaq. F bərabərdir 80 Newtondur. Elastik 2 sm uzanır. Yəni x bərabərdir 2 sm. Bunu metrə çeviririk. 100-ə bölək 0,2 metr. Sərtlik istəyir, K-nı istəyir. Baxın, F bərabərdir kx-dan. K-nı tapsaq, K bərabərdir F bölünsün x-dir. 80-i bölürəm 0,2-yə. Neçə edir bu? Eləyir 400. Daha doğrusu 4 Newton bölünsün metr. 7 deməli. 8-ci sualda yayın sərtliyinin vahidi BSD vahidi əsas vahidlərdə necə ifadə olunur? Baxın, sərtliyin düsturunu yazsam K bərabərdir F bölünsün x-dir. Düzdür? F qüvvənin vahidi Newtondur. Uzanmanın da vahidi metrdir. Newton açışı necə idi? Kiloqram vurulsun metr bölü saniyə kvadratıdır. Deməli, yazaq burada. Kiloqram vurulsun metr bölünsün saniyənin kvadratı. Bu Newton açılışıdır. Metrə böləndə 1 bölünsün metr olur da. Metrlər də getdi, qaldı kiloqram bölü saniyə kvadrat. Deməli, kiloqram bölü saniyə kvadrat hardadır? Y bəndinə baxın. 8Y. 9-cu suala baxaq.
9, 9. Hə. Huqqanın doğruluğunu yoxlamaq olar. Yəni Huqqanın düsturu F bərabərdir kx, düzdür? Burada nələr var? Dinamometr var. Çünki qüvvə varsa dinamometr var. Onu silək, silinmir. Deməli, Huqqanı yoxlamaq üçün nədən istifadə olunacaq? Dinamometr. Çünki F bərabərdir kx deyildi. F bərabərdir kx-a görə bunu belə yaz. F bərabərdir kx-a görə qüvvə varsa dinamometr var. Deməli 5 olacaq. Bir də uzanma varsa xəttkeş olacaq. 3, 5. O 9-cu sualın cavabı C bəndi. 10-cu sualda nə yazılıb? Kiçik deformasiyalarda yayın uzanma, yayın sərtliyinin onun uzlarına təsbit qüvvədən asılı qrafik hansıdır? K F-dən X-dən asılı deyil, B bəndi olacaq. B bəndi. Sonra 11-ci sual yazılıb ki, kiçik deformasiyalarda yayın sətli onun mütləq uzanmadan asılı qrafik hansıdır? Yenə də K F-dən X-dən asılı deyil, C bəndi. 12-ci sualda yaydan kütləsi m olan yükü astıqda onun uzanma x olmuşdur. Bu yaydan kütləsi 2m olan yük astıqda onun uzanması nəyə bərabərdir? Niyə yazmır bu? Aha. Deməli, yaydan kütləsi m olan yük astıqda onun uzanması x olmuşdur. Bu yaydan kütləsi 2m olan yük astıqda uzanması nə qədər olmuşdur? Deməli, F bərabərdir KX-ə görə deyə bilərik ki, F-in yerinə biz MJ yazsaq, MJ bərabərdir KX-dir. Düzdür? M ilə X düz mütənasibdir. Yəni belə bir mütənasib tənasüb qura bilərik ki, M-ə X-dirsə, 2M-ə də nədir? Bilmirəm nədir. Elə onu tapmaq istəyirəm. Buna da bir Y deyək. M-lər X-lər getdi. Y-i tapsam, Y olacaq 2X. Yəni cavab oldu A variantı. Sonra baxaq digər. Sonra 13-cü sualda deformasiya yayın səthliyinin ondan asılı qrafiki verilmişdir. F-in nədən asılı qrafikini istəyir? Deməli, F-in M-dən asılı qrafikini istəyir. F dedik ki, nədən asılı deyildi? F-dən, X-dən, M-dən də asılı deyil. Ona görə cavabımız olacaq B bəndi. 14-cü sualda yazılıb ki, sərtliyi K olan yükə bağlanmış M kütləli cisim şaquli aşağı yönəlmiş sabit təcildə endirilir. Yayın uzanması X olarsa onun təcilini tapın. Deməli, şaquli aşağı yönəldilir. Aşağı yönəlirsə, deməli, aşağı yönəlirsə, buranı silək. Aşağı yönəlirsə, biz dedik ki, kx bərabərdir mj'dir. Aşağıda m vurulsun, j minus a bərabərdir. Nə olacaq? Kx olacaq. Buradan x-i tapacağıq da. X-i tapmırıq, təcili tapırıq. Bunu vurub atsaq, mj çıxılsın ma bərabərdir kx-a. Buradan m-anı tapsaq, m-a bərabərdir mj çıxılsın kx olur. Buradan da a-nı tapsaq, a bərabərdir. Yəni hər tərəfini m-ə bölürəm. Olur mj-ni m-ə böləndə qalır j. Kx-ı da m-ə böləndə olur kx bölünsün m. J çıxılsın kx bölünsün m deməlidir.
Sonra yenə də sərtliyi deməli nədir? Sərtliyi K olan yükə bağlanmış cismi şaquli yuxarı yönəldirsiniz. Yenə də eyni düsturda M vurulsun J plus A olacaq burada. Baxın. Rəngimdən başqa. Deməli, yuxarıdırsa M vurulsun J plus A-dır. Bərabərdir KX-a buradan. Buradan vurub yenə atacaq. MJ üstə gəl. MA bərabərdir KX. Hər tərəfin, indi bizdən M yenə təcrid istəyir. MA-nı tapaq buradan. M-ə bərabərdir KX çıxılsın. MJ. M-ə bölsün A bərabərdir KX böl M. MJ-ni də M-ə böldün çıx J. KX böl M çıxılsın J. Sonra baxırıq 16-ya. Huk qanun doğruluğunu yoxlamaq üçün nədən, hansı cihazlardan istifadə eləyirik? Baxaq, görək hansından istifadə edəcəyik. F bərabərdir Kx, elastik huk qanunu düsturudur. Yəni, burada qüvvə varsa dinamometr lazımdır, uzanma varsa xəttkeş lazımdır. Ona görə cavab olacaq 3 və 5. 16-da cavab D bəndi. Sonra 17. 17-də yayın sərtliyini hansı cihazlardan istifadə etmək olar? Yayın sərtliyinə baxsaq, baxın, qoy silim buranı. Sərtliyin düsturu F bərabərdir. Ümumiyyətlə, elastik qüvvənin düsturu F bərabərdir KX-dir. K orada sərtlikdir. K-nı buradan tapsaydı, K olacaqdı F bölünsün X-a. Düzdür. Yenə qüvvə varsa dinamometr lazımdır. X varsa xəttkeş lazımdır. 2, 4. C bəndi. Sonra 17-də C. 18-ci sual. 18-də yazılıb dinamometrin köməyi ilə deməli, əkləmə. Köməyi ilə 100 qramlıq kütləli yükü 2 metr bölü saniyə kvadrat təcillə şaquli yuxarı qaldıran zaman sərtliyi 40 Newton bölünsün metr olan dinamometr yayının uzanmasını hesablayın. Hesablayaq. Deməli, kütlə var. M bərabərdir 100 qramdır. Bunu kiloqrama 100% çevirmək lazımdır. Bu da olur 0,1 kiloqram. Təcil var. A bərabərdir 2-dir. Sərtlik var. K bərabərdir 40 Newton bölünsün metrdir. Bizdən nə isə yayın uzanmasını X istəyir bizdən. Tapaq. Necə tapaq? Deməli, yuxarıdır yoxsa aşağı? Yuxarıdır. Yuxarıdırsa M vurulsun dedik ki, J üstə gəlsin A-dır. Bərabərdir KX-dir. KX-dir. Buradan biz nəyi tapacağıq? X-i tapacağıq. Buradan X nəyə bərabərdir? M vurulsun J üstə gəl A bölünsün K-dır. Verilənləri yerinə qoyaq. Nə deyək? Aha, verilənləri yerinə qoysaq, kütlə var 0,1, J 10-dur, təcil 2-dir, bölünsün neçədir o? K-da neçədir? 10-dur, 40-dır, 40. Deməli, 10 üstə 2 gəldin, 12, 0 onda 1-ə vurdun, 1 onda 2. 1 onda 2-ni də bölürəm 40-a, bu da eləyir 0,3 metr. Bizdən də santimetr istədiyinə görə 100-ə vurursunuz, cavab olur 3 santimetr. Sonra 19 da eyni sualdır. Amma burada bir dənə deyir ki, eyni şeydir. Burada sərtlik istəyir. Kan istəyir də burada. Başqa heç nə yoxdur. Baxaq buna da. Deməli, 19-da isə demək kütlə var. M bərabərdir. Rəngi dəyişə bilərəm burada. Rəng. Deməli, M var. M bərabərdir 40 qram. Bu da burada çevriliblər. 40 qram.
40 qram. Təcil var. A bərabərdir 5-dir. Uzanma var. 2 santimetrdir. Siz bunu çevirin. Metrə 0,2 metrdir. Sizdən K-nı istəyir. K bərabərdir sual. Yenə də eyni düsturdur. Eyni heç bir dəyişiklik yoxdur. Deməli, yuxarıdırsa n vurulsun j plus a bərabərdir kx-dır. Buradan k-nı tapsaz, k bərabərdir n vurulsun j plus a böl nədir? X-dir. Bərabərdir. Kütlə var 40 qramdır. J-nin qiyməti 10-dur. Təcil 5-dir. X-in qiyməti nədir? 0,2-dir. 40-ı vurursunuz 15-ə, bölürsünüz %2-yə. Deməli, 40-ı 15-ə vuranda eləyir 600, bölünsün 0,2. Bu da təqribi cavab olacaq. Yəni, burada cavabımız santimetr metr çevirmişik də 30 olur. 30 Newton bölünsün metr. Ha, 30 Newton. Cavab oldu B. Sonra, sonra. 20-ci sual. 20-də yazılıb ki, yazılıb watt vurulsun saniyə bölünsün metr kvadrat ifadəsi hansı fiziki kəmiyyətin vahidinə uyğundur? Deməli, necə olacaq burada? Burada yaşıl rəng. Wattın yerinə watt gücün vahididir. Onun da açılışı joule bölünsün saniyədir. Niyə belə eləyirik? Deməli, joule bölünsün saniyədir. Vurulsun bir dənə də saniyəmiz var. Bölünsün metrin kvadratı. Saniyələr getdi qaldı joule bölünsün metrin kvadratı. Bir joule yenə də aça bilərik. Joule-un da açılışı Newton vurulsun metrdir. Bölünsün metrin kvadrat. Metrlər də getdi qaldı Newton bölünsün metr. Yəni bu da Newton bölünsün metrdir, sərtliyin vahididir deməndə. Başqa 21-ci sualdır. Yaydan asılmış, deməli 4 kiloqramı kütləsini 4 kiloqram artırdıqda uzanma 3 dəfə artması yükün başlanğıc kütləsini hesablayın. Hesablayaq. Deməli M1 əvvəl M1-imiz M-dir. 4 kiloqram artanda M2 oldu. M plus 4. Sonra uzanma 3 dəfə artmışdır. X1 X-dir. X2 isə 3 dəfə artıb olub 3X. Yükün kütləsini hesaba, başlanğıc kütləsini. Biz dedik ki, mj bərabər kx-a görə m-lə x düz mütənasib. Yəni yaza bilərik m1 bölünsün m2 bərabərdir x1 bölünsün x2. Buradan verilənləri yerinə qoysaq, m1-in yerinə m yazıram, m2-nin yerinə m plus 4 yazıram, x-in yerinə x, x2-nin yerinə 3x. X-lar 7, çarpaz vuranda 3m bərabərdir m plus 4-dür. 2m bərabərdir 4, m də oldu 2. A bəndi. Sonra Newtonun kvadratı vur hertz bölünsün watt ifadəsi hansı fiziki kəmiyyətin vahidinə uyğundur? Yaxşı yazağını silim. Deməli, Newtonun kvadratını yerində saxlayaq. Hertz nədir? Hertz rəqsi hərəkətdə tezliyin vahididir. 1 bölünsün saniyədir onun açılışı. Bölünsün wattın yerinə də biz joule bölünsün saniyə də yaza bilirik. Bayaq dedim ki, m bərabər a bölü t-yə görə gücün düsturu da joule bölünsün saniyədir. Newtonun kvadratını açsaq, açmaq məncə sərf eləməz. Elə bunu olduğu kimi yazaq. Newton kvadratı bölünsün saniyə, joule yerində qalsa saniyə bölünür yuxarı çıxacaq. Saniyələr buradan getdi, qaldı nə? Newtonun kvadratı bölünsün joule bərabərdir. Newtonun yenə kvadratını saxlayıram. Joule-un yerinə Newton vur metr yaza bilirəm.
Newtonlar getdi, qaldı Newton bölünsün metr. Newtonun 2 dənə etdi. Biri gedir, biri qalır. Newton bölü metrdə bayaq dedik sərtliyin vahididir. Sonra 23-də yazılıb elastik qüvvənin modulunun yayın uzanmasına asılı qrafiki verilmişdir. Alfa bucağının tangensini tapın. Deməli, alfa bucağının tangensini tapaq da. Baxın, F sinus oxudur. L isə delta L isə kosinus oxudur. Kosinus oxudu. Biz də bilirik ki, riyaziyyatdan bilirik ki, sinusu kosinusa bölündə tangensi verir. Yəni f-i delta ilə böləndə nə verir? Tangensi verir. Biz də f bərabərdir kx düsturundan k-nı tapsaydıq, f bölünsün x-dir və yaxud da ki, x delta ilə bərabər olur. Yəni biz bunun yerinə delta L də yaza bilirik x-in yerinə. F-i də elə böləndə tangens verirsə, bizdən tangensi istəyirsə, deməli tangens alfada F-i elə böldüm, delta elə böldüm, tangens verdi. Tangens alfada nəyə bərabərdir? K-ya bərabər. Ona görə cavab Y bəndi. Sonra silək bunu. Buradan keçirik 24-ə. 24-də yazılıb ki, çəkisi nəzərə alınmayan yaylarda yaranan elastik qüvvələr arasında hansı münasibət doğrudur? Bu yay paralel birləşmədir. Paralel birləşəndə qüvvələr bir-birinə bərabərdir. B bəndi. Sonra 25-də. 25-də isə nə deyir? Yenə də elastik qüvvələr arasında hansı münasibət var? Elastik qüvvələr burada da yenə bir-birinə bərabərdir. Paralel birləşmədir. Burada hansı işarə? Hə, A bəndi. Sonra 26-da. 26-da necə yazacağıq? Burada x-ları istəyir. X-ları mütənasib quraq da. Baxın. F bərabər kx-a görə, yəni x ilə f necə mütənasibdir? Daha doğrusu x ilə k necə mütənasibdir? Tərs mütənasibdir. Yəni x1-i x2-yə bölürəm, k2-ni k1-ə bölürəm. Buradan da x1-in yerinə nə yazacağıq? X1-in yerinə yazırıq. Heç nə yazmırsan. X1 elə yerində. Yəni x1 bizdən x2-ni istəyir. Onsuz k2-nin qiymətinin yerinə 2k yazaq. K1-in yerinə k yazaq. K-lar getdi. X1 bölünsün x2 olacaq 2. Buradan x1-i tapsan 2x2-yə bərabərdir. Cavab Y bəndə. Sonra 27-ci sual axırıncı sualdır. 27-ci sualda buradan silək. 27-ci sualda yaydan 100 kiloqram 100 qram yük astıqda 2 mm uzanarsa yayın sərtliyini hesablayın. Yayın kütləsi var. M bərabərdir 100 qram. Bunu kiloqrama çevir, 0,1 kiloqram olsun. 2 millimetr uzanarsa x bərabərdir 2 millimetr. Gəlin bunu metrə çevirək. Bunun yolu necədir? Bax, kilometr, metr, desimetr, santimetr, millimetr. Buradan hər bir keçid mindir. Bax, kilometrdən metr deyil. Metrdən desimetr 10, desimetrdən santimetr 10, santimetrdən millimetr 10. Əksi isə 0,1-dir, 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 0,1-dir. İndi bizdən millimetrdən santimetrə çevirəndə 0,1, daha doğrusu metrə çevirəndə metrə çevirməliyik biz. Baxın, bir dəfə 0,1, 0,100-1, 0,1000-1-ə vurmalısınız bunu. Yəni 2-ni vurmalısınız 0,1000-1-ə. Deməli, bunu da 1000-1-ə vuranda olacaq 0,1000-2 metr. J-nin qiyməti var, J 10-dur. Başqa nə istəyir? Heç nə istəmir. Sərtlik istəyir bizdən, k-nı istəyir. Deməli, biz dedik ki, mg nəyə bərabər idi? Kx-ə bərabərdir. Gəlin buradan yazacaq. mg bərabərdir kx-a. Buradan k-nı tapsaq, k nəyə bərabərdir? mg bölünsün x-a bərabərdir. Yer çatmadır. Kütlə var 0,1. J-nin qiyməti 10. X-in qiyməti 0,2-dir. 0,1-i 10-a vuranda 1 bölünsün 0,2. Bunu da böləndə bunu 1000-ə vurmalıyıq ki, 2 olsun. 1000-ə vuranda 1000 edir. 1000-i də 2-yə böləndə qalır 500.
500 belə deyək Newtondur. Amma cavabına baxım siz buradan kilonewtonla istəyir kilonewton. Kilonewtona çevirəndə minə bölürsüz. Newtondan kilonewton. 1 kilonewton mindirsə, kilonewtondan Newtonu kilonewtona çevirəndə minə bölünür 0,5 düzgün cavabdır. Bugünlük bu qədər sağ olun.